Saygıdeğer, değerli soydaşlarımız, bugün Bakının Qaradağ bölgəsində Şanqara gəldi. Şanqarda bir alpərimiz var, bir alpərənimiz. Şəhid Ağa Mirza Ataş Ağabəy oğlu. İkinci Qarabağ Savaşında 18 yaşında igidcəsinə gerçəkdən qəhrəmanlıq sərgiləyən və qəhrəmanlığını və bahadırlığını ortaya qoyan, birazdan sonra atasının, anasının evinə gedəcəyi, dayandığımız yer şəhidimizin anıtıdır. Və üzərində Türkiyə və Azərbaycan bayraqları dalğalanmaqdadır. Birazdan sonra şəhidimizin, Şəhid Ağa Mirza Ağabəy oğlunun atası ilə və anası ilə görüşümüz olacaq və dəyərli qonaqlarımız olacaq. Onlar ilə birlikdə bərabər yenə də nə türlü bütün verilişlərimizdə, proqramlarımızda şəhidlərimizi anlatmışıq. O türlü də anlatacaq. Xoş gördük. Çox sağ olun, xoş gəlmişsiniz. Biz bugün Şanqara gəldik. Şəhidimizin üzərində verilişimiz olacaq, çəkilişimiz olacaq. Bilirəm ki, başınız ucu olsun, şəhidimizin üzərində anlatacaqlarınız vardı. Birazdan sonra sizin evinizə gedəcəyik. Görək şəhidimizi atası, anası və özəlliklə öyrətmənləri nə türlü anlatacaqlar. Buna görə ki, şəhidlərimiz Azərbaycanın qızıl səfvəsinə damğa vuran və qızıl qanları ilə şanlı Azərbaycan yazan igidlərimizdir. O igidlərimizdən də birisi Şəhid Ağa Mirza Ağabəy oğludur. Bizlə qalın, bizdən ayrılmayın. Saygıdeğer, değerli soydaşlarımız, değerli yurttaşlarımız, değerli izleyicilerimiz. Bugün Ocağın 4'ü 2023 3-cü gün. Bakının Qaradağ bölgəsində Şanqar kəndinə gəldi. Şəhid Ağa Mirza atasının dili ilə və onun əmoğlanlarının dili ilə, yaxınlarının dilindən Ağa Mirza Ataş Ağabəy oğlu. Gülmalı Yev. Bugün onun atasının və anasının evindəyik və özəlliklə şəhidimiz 18 yaşında əskərliyə gedən və axıncı və kəşfiyyatçı olmuş. İkinci Qarabağ Savaşında böyük bir qoçaqlıq və igidlik sərgiləyən, yəni bütün alpərənlərimiz, bütün qoçaqlarımız, bütün igidlərimiz hamısının böyük bir əməyi, böyük bir payı vardır. Gerçəkdən onlar gözlərini qıpmadan, yılmadan Qarabağ Savaşında elə bir igidlik sərgilədilər ki, gerçəkdən bir dəstan yazdılar. O dəstana düşən bugün Ağa Mirza Ataş Ağabəy oğlunun, atasının və anasının evindəyik. Özəlliklə birkaç saniyədən sonra atası ilə danışığımız olacaq. Atası oğlunun üzərində anlatacaqları var. Birazdan sonra da öyrətmənləri anlatacaq. Xoş gördük sizi Ağabəy. Başınız sağ olsun. Bilirəm 18 yaşında oğlunuz o kiçiklikdən bəri Qarabağa gedəcəyəm, Qarabağda igidlik göstərəcəyəm. Elə bunu atasına, anasına anlatırdı. Sizin dilinizdən eşitmək istərik. Buyuruz. Sizə xoş gəlmişsən deyirəm. Allah sizdən razı olsun. Gəlib işıqlandırırsınız şəhidlərimizi. Allah köməyiniz olsun. O Ağa Mirza uşaqlığından elə seçilirdi. Uşaqlardan. Əskərliyə getməmişdən 6 ay qabaq, 3 ay qabaq. Özəlliyi nə idi? Özəlliyi o idi ki, vətənpərvər idi. Ancaq idmanla məşğul olmaq, Qarabağda gücün göstərmək. Və özəlliklə evdə, oturduğunuz evdə Qarabağ mahnısını səsləndirirdi və ondan bir güc alırdı. Da o qədər o mahnını səsləndirmişdi da, daha artıq siz də
Yox, mən Səsinizi. bezməmişdim. Mən o mahnıdan Yox, bezmək demirik, amma Yəni anası ki, deyir ki, anası da, deyir ki, bu gecə mahnını gündüz o mahnı ilə nə qədər oxumaq yatırdı, olar. yuxluyurdu, ondan sonra uyanırdı, onunla idman yapırdı. Bir başqa mahnıda qoşulan deyirdi, yox, sən bu nə bilirsən Qarabağ nədir, sən bu mahnının qədrini bilə bilmərsən. Bu o mahnıdır ki, biz Qarabağı almalıyıq, bayrağımızı da oradan asmalıyıq. Erməniləri məhv eləməliyik. Və özəlliklə, yəni belə kiçikliyindən bəri həm biraz yəni belə iri yapılı gözükürdü. Bu idmana hazırlanırdı. Ancaq o dövrdə 2-ci Qarabağ savaşı yoxdur. Amma o beyninə, kafasına qoymuşdu ki, mən savaşa gedəcəyəm, mən Qarabağa gedəcəyəm. Doğrumu? Bəli, 6 ay, 3 ay qabaq əskərliyə getməmişdən qabaq deyirdi, mən gedən kimi müharibə başlayacaq, əskərliyə gedən kimi. Məni gözləməyin, mən şəhid olacam, ancaq mənim bayrağımı saxlayın. Doğrudur. 2-ci Qarabağ savaşı ortaya çıxdığında Ağa Mirzə 4 aylıq, ya bəlkə 3 aylıq əskərdir. Və 3 aylıq onun içərisində kəşfiyyatçıdır, axıncıdır. Birinci 051 Ballıqaya deyilən korpus. Ora düşmüşdü. Sonra onu bölmüşdülər. 130-a düşmüşdü. 130 nömrəli hərbi hissəyə. Orada hərbi hissədə deyiblər ki, kim idmanı bacarırsa, kəşfiyyata yazılmaq istəyirsə, çıxsın qabağa. Birinci Ağa Mirzə çıxıb qabağa, mən idmanla məşğul oluram, kəşfiyyata yazılmaq istəyirəm. Dərhal yoxlayandan sonra kəşfiyyata yazıblar, 701-ə göndəriblər. 701-də də komandirləri ilə mən danışmışam, deyir, hər bir növü bacarırdı, necə lazımdır hərəkət edirdi, kəşfiyyata uyğun, ona görə də onun kəşfiyyata yazılmışdı. Doğrudur. Başının sağ olsun ana, Ağa Mirzənin anası Rəhilə, doğrumu? Rəhilə xanım. Ağa Mirzə, bilirəm ki, oğlunuzun üzərində çox belə xatirələriniz və onun üzərində gerçəkdən anlatacaqlarınız vardır. Ağa Mirzənin uşaqlığı nə türlü keçdi? Öncə sizə xoş gəldin deyirəm. Allah sizdən razı olsun. Çox sağ olun ki, gəlib şəhid ailələrində çəkiliş eləyib şəhidlərimizi işıqlandırırsınız. Çox sağ olun. Allah köməyiniz olsun. Necə deyim, Ağa Mirzə bizim evimizin son 5 balası idi. Çox vətənpərvər evladı idi. Vətənin sevən, idmanı sevən bir evladı idi. Ağıllı idi. Mən onu 18 yaş tamam, 3 ay, 19 yaşına keçənə kimi mən onu saxladım. Mən ondan incimədim. Çox gözəl, ağıllı balam idi. Vətənin sevirdi. Həmişə mənlə danışırdı evdə, mənlə indi çox ünsiyyətdə olurdu da. Həmişə deyirdi ki, ay mama, mən əskər gedəndən sonra vətənimizi qoruyacam, vətənimiz, torpaqlarımız uğrunda şəhid olacam. Mən dayda belə qıcıqlandırırdı. Doğrudur. Sürəkli savaşa getmədən öncə də o Qarabağ mahnılarına o çırpınırdı Karadeniz belə bu mahnıları çox sevirdi. Biraz bundan öncə anlatırdı. Onu elə bil ki, o telefonda Padriyatına o mahnıya qulaq asırdı. Bir dediyim kimi, bir gün mən ona dedim ki, girdi həyətə, əlində telefon belə aşağıda, o mahnı oxuya, girdi içəri. Dedim ki, Ayataş, o mahnını mən eşitməkdən ay bala, day pezdimi, nə qədər sən o mahnını oxudursan. Elə bil arxa otaqda da gedirdi o mahnını qoyurdu, belənçiyinə qoyurdu dirsəklərin, ancaq qulaq asırdı, elə bil xəyala dalırdı. Dedi, ay mama, sizi kimi dedi, qadınlar, o mahnının qədrini bilə bilmərsiniz. O mahnının qədrini bizi kimi igidlər bilər. Azərbaycan bayrağını Qarabağdan asacaq. Ondan sonra mən də ona dinmədim. Da bilirdim də ki, əskər gedəcək də daha az qalır əskər getməklə. Ancaq əskər getməkdən ötürü çox çalışırdı, idman eləyirdi ki, mən... Özəlliklə idman yapırdı və çox da bir bəslənirdi.
ki yeyirdi, ondan deyirdi sonra mənə, gəlirdi İdmana ki, aid yemək yeməklər gətirir, ver. idman yeməkləri. Çörək vermə mənə. Çörək məni çökəldir. Çörək istəmirəm. Ancaq mənə idman yeməkləri ver. Perlova ver, qreçka ver. Belə şeylər, düyü, belə. Hədə belənçiyinə idmanı ancaq idman eləyir. Deyirdi, mən güc-qüvvət toplayıram ki, vətəni qorumağa gedəcəm. Ağa Mirzə savaşa getdiyində sizin xəbəriniz oldu mu? Yox, olmadı. Oktyabrın 3-ü bizi ilə danışdı. Sonra biz öyrəndik ki, bu cəbhə bölgəsindən danışırmış bizi ilə axşamüstü saatı belə 5-6 radələrində Oktyabrın 3-ü. Ya savaş dövründə Ağa Mirzə su qovuşandadır, Goranboydadır, savaş bölgəsindədir. Ancaq sizə başqa bir bilgilər verirdi. Məsələn, deyirdi ki, Bakıdayam, başqa bir yerdəyəm, belə bir şeylər. Bildirmədi. Elə mən elə bir zəng gəldi, elə atası götürdü telefonu. Dedim ki, Ataşdır. Dedi, hə, Ataşdır. Tez elə oturmuşdum mən. Tez yoldaşımın əlinə telefonu tez aldım, qoydum qulağıma. Ataş, nə yaxşı, ay Ataş, sən sağsan. Bəs axşam axı ermənilər aşağı Ağca kəndinə raket atıblar sizin hərbi hissi. Ay bala, sən nə yaxşı sağsan. Qayıtdı ki, hə, mama, sağam. Belə elədi. Qayıtdı ki, mama, nətərsiniz, necəsiniz? Dedim ki, yaxşı yox, Allah kömək olsun, sən necəsən? Dedim, amma yaxşıyam, bir dəqiqə vaxtım var mən, bir atamdan da danışım. Dedim, sağ ol. Sağollaşdım, verdim, atası danışdı. Sonra atasıyla danışıb, ona da elə bir dəqiqə danışdı. Sağollaşdılar, sonra dayısı ilə danışıb. Dayısı da burada qonşumuzda, onunla danışıb. Heç birimizə deməyib ki, mən cəbhə bölgəsindəyəm. Heç birimizə. Da arxain olduq. Ondan sonra ondan zəng gəlmədi daha. Həftədə də bir dəfə danışmağı var idi. Deyirdim ki, şəkil göndər. Axı şəkilin yoxdur. Sən 3 ayda getmisən, 4 aya keçir. Deyirdi, ay mama, şəkili nə edirsən ki, 3 dənə göndərmişəm, bəsündir. Dedim ki, yox, istəyirəm ki, sən yoldaşlarınla, ondan sonra oturmuş halda belə şəkil göndər. Dedi, mənim vaxtım yoxdur. Ağa Mirzə su qovuşanda savaşa başlayaraq və Goranboyda da Goranboyun Tap Qaraqoyunluda. Doğru mu? Goranboyun aşağı Ağzakənd hərbi hissəsində 701-də əskərlikdə olub. Su qovuşanını döyüşəndən sonra 3 dənə yüksəkliyi alıb. Tap Qaraqoyununun Kəhirli Xarabalıq deyilən yeri var. Orada şəhid zirvəsinə ucalıb. Döyüş tapşırığın yerinə yetirərkən. 18 güllə də sinəsinə dəymişdi. Doğrudur. Ağa Mirzə neçə gün 2-ci Qarabağ savaşından sonra şəhid olur, neçə gün sonra da tapılır? Biz 10 dəqiq şəhid olmağını bilmədik. Həftədə bir dəfə o bizi ilə əlaqə saxlayırdı. Hər 6 bazar günü. Ondan qabağa da o danışmırdı. Sevmirdi çox danışmağı. Mən deyirdim ona, deyirdi ki, ay mama, deyirdim ki, ay bala 3 gündən bir danış. Nə olar 2 gündən bir, 4 gündən bir, heç olmazsa sən 7 gündən bir danışırsan, 6 gündən bir danışırsan. Deyirdi ki, danışmıram. Həftədə bir dəfə danışıram da mən elə istəyirəm, elə ürəyim istəyir. Belənçiyinə danışmırdı. Sonra şəkildə dedim, şəkildə o mənə 3 dənə şəkil göndərdi, dedi, neyirsən şəkili? Belə, nə bilim, sonra biz onu elə bil ki, gözlədik ki, indi Oktyabrın 3-ü bizi ilə danışdı, gözlədik ki, indi bir də Oktyabrın 10-u, 9-u o bizi ilə yenə danışacaq. Gördük Oktyabrın 7-si danışmadı, danışan vaxtı da danışmadı, 7-si oldu, 8 oldu, 9 oldu. Mən atası çox narahat idi, deyirdi ki, bu niyə danışmasın, bu niyə danışmasın. Mən təsəlli verirdim ki, deyirdim ki, danışacaq da, yəqin indi müharibə gedir, başı qarışıqdır. İndi o da özünün telefonu yoxdur da, indi təzə əskərlərin telefonu olmur, danışar. Atası Oktyabrın 12-sinə kimi dözdü. Ondan sonra başladı ki, yox, bu uşaqda nəsə var ki, bu danışmır. Bunun başı əlində olsa danışar. Belə ilə biz axtarışlara başladıq. Axtarışlar belə getdi, davam elədi. Dekabrın 1-i elə bir ki, biz xəbər aldıq ki, xəbər eləyiblər ki, şəhiddir, nə bilim də belə, indi arxasını atası bilir, mən bilirəm. Dekabrın da 2-si günorta saat elə bil 12-yə
cənazəsi gəldi, dəfn olundu. Oktyabrın 9-da Ağa Mirzə şəhid olur. 12-sində siz bilirsiniz, ancaq o bir 40 gündə sürür. Ondan sonra onun tapılması, doğrumu? Oktyabrın 3-də danışmış o telefondan. Deyib ata çökəyliydi. Yəni tam olaraq savaşdan bir 8 Yox, gün mən keçirdi, bilirdim, doğrumu? döyüşdə olmağımı bilirdim. Dedi ata çökəyliydim, danışmaq olmur. Set yoxdur burada telefonda. Bir dəqiqə vaxtımız var, danışaq. Sonra da başqaları ilə danışarıq. Üçündən sonra zəng gəlmədi. Ayın 7-si, 8-i, 9-u oldu, gördük zəng gəlmir. Maraqlandıq Müdafiə Nazirinin agentliyindən. Dedilər, ayın 9-undan itkindir. İtkindir. Başladıq axtarmağa, yenə də getdik hərbi hissəyə, hərbi hissədə ora-bura axtardıq. Postları, zatları, dedilər, ataş deyirik də biz Ağa Mirzəyə. Bəs qabaqdadır. O şum 12 gördük, 12 ilə maraqlandıq. 12 dedi, mən deyə bilmərəm, gedirəm, sizə bir xəbər eləyərəm. Ondan sonra hərbi hissənin komandiri ilə danışdım. Dedi, məndən qabaqki hərbi hissə komandir xain olub, aparıblar. Bu hadisələrdə baş verib. Dedi, müharibənin 2 başı var. Özün müharibədə olmuşsan, çox gözəl bilirsən. Aydın məsələ oldu ki, Ağa Mirzə şəhid olub. Neytral zonadadır. Şəhid olandan neçə gün sonra tapıldı? Neçə gün sonra oradan 51 gün sonra. 51 gün. Bəli. Ağa Mirzə 51 gündən sonra tapılandan sonra belə çoxlu kurşun yarası almışdı. Dediyinizə görə 18 kurşun yemişdi, doğrumu? Belə bir. Başa düşmədim sualı. Yəni güllə yarası var idi. Neytral zonadan götürəndən sonra sinəsində 18 güllə yarası var idi. Buyuruz. Elə bir mənim oğlum getmişdi, bir də baldızım oğlu getmişdi, onun cənazəsini gətirməyə. Həmən elə bir ki, oğlumla oturduq, elə bir ki, 3-4 gün sonra dəfindən. Dedim, oğlum, hər şeyə dözəcəm, danışmaq üçün, görüm necə götürdünüz, nətər götürdünüz, onu necə gördün. Və burada bizi qoymadılar açıb baxmağa. Dedim, amma orada çəkmişdilər, dedi, özüm tanıdım, dedi. Saçından, dedi, tanıdım, çəkmişdilər, dedi, tabutun içində, dedi. Ayaqlarının tükündən tanıdım, da tanıdım. Sonra paltarını gətirdilər, deyir, belə tutdular, göstərdilər. Dedilər, bu paltarıdır. Paltarının yaxasında Qaradağ rayonunun Şanqar qəsəbəsindən Gülüm Aliyev Ağa Mirzə Ağabey oğlu yazılmışdı da bunlardan. Sonra dedim, amma desəm, dedi, sən pis olmayacaqsan. Dedim, yox, danış, nə görmüsən, nə bilirsən, danış. Dedim, amma 17-18 güllə özüm saydım. Paltarında, bu hissədə. Ancaq dedim, amma sayıb qutara bilmədim, dolu idi. Nə qədər var idi, dedi. Güllə yerləri saya bilmədim, dedi. Göstərdilər, onlar elə tutub belə, mən baxıncan, adını oxuyuncan, eləyincan deyir. Paltarı onlar qatlamağa doğru olana qədərdir, 17-18 güllə yeri saydım, ancaq deyir, dolu idi güllədir, çox idi. Hardasa deyir, bir 30 deyim, nə qədər deyim, deyir, çox idi da, deşik idi paltarın bütün qabaq hissəsi. Barmağının deyir, biri gedmişdi. Barmağının biri yox idi, deyir, ayaq barmağının. Beləcə danışdı indi. Mən də dözümlü anıyam da dözürəm. Analar dözümlü olur. Dözürük biz də Allah rızası üçün, Allah yolunda. Və özəlliklə də ki, bu gün ev muzasındayıq. Ağa Mirzənin cibindən çıxan bir əşyalar vardı. Bu əşyaları da istərsiniz. Əşyalar bunlardır. Aha. Elə ki, balaca bir paketdə bizə gətirir verdilər. 4 dənə 5 manatlıq, qəpiyi, dırnaq tutanları, bir də naskı. Bunu da biz belə düzəltdik ki, nə qədər nəfəsimiz var, biz ölməmişik, biz ölüncən baxacaq, qalsın bizə yadigar. Balamızın cibindən çıxıb bunlar.
Belə. Bir də bizə onun belə xatirələri, medalları qaldı. Suqovuşan uğrunda, cəsur döyüşçü, vətən uğrunda. O ödülləri, o medalları harda almışdı? Suqovuşan uğrunda, vətən uğrunda, bir də cəsur döyüşçü. Onların sağlığında almışdı, doğrumu? Yox, öləndən sonra veriblər. Elə bil 701-in nə bilim böyüyü ilə elə bil danışılmışdı. Doğrudur, buyurun. Hə. Demişdi ki, elə bil danışılmışdı. Demişdi ki, biz cəsur uşaqlarında əsgərlərimizin tanıyırıq ki, hansı əsgəri igidlik göstərib biz ona cəsur döyüşçü medalı veririk. Suqovuşan uğrunda, vətən uğrunda bir də cəsur döyüşçü. O cəsur döyüşçü olub, yaxşı döyüşçü olub. Ona görə biz ona cəsur döyüşçü 701-dən bunu deyiblər. Hə, belə bir də qalan xatirələri mənə yadigar saxlayıram. Budur. Hər gün bunu ilə elə bil ki, eləyirdi belə, idman eləyirdi. Bir də bunlar da elə bil ki, əlinə dolayırdı da belə. İkisinə bunları mən saxlayıram da belə. Bir-iki xatirələri var, saatı var burada. Telefonu var uşaq, o da orada belə saxlayırıq. Özəlliklə Ağa Mirzə Ataş Ağabəyoğlunun atası Birinci Qarabağ Savaşında 1993-də və 94-də. Doğrumu? Bəli. Savaşa, Birinci Qarabağ Savaşına katılmışdı. O savaşdan da bir anılar vardır. Yəni gerçəkdən bunu da deməliyəm ki, Birinci Qarabağ Savaşında döyüşə katılan igidlərimizin, o igidlərin aslanları olur, sonra İkinci Qarabağ Savaşa katılırlar. Gerçəkdən igidcəsinə və bahadırcasına onlar birazdan sonra, yəni Ağa Mirzənin atasının öz dilindən eşidəcək. Biraz bundan öncə dedi ki, o torpaqda onun uğrunda savaşdıq. Ancaq o dönəmdə düzənli ordu yoxdur, gönüllü ordu vardır. Pusat yoxdur, sursat yoxdur. Ancaq deyə bilərəm ki, o savaşın qısasını oğlanlarınız gedir alır. Doğrumu? Birinci Qarabağ Savaşında vahid komanda yox idi. Komanda idi. Ayrı-ayrılıqda hər kəsin özü bir Ağdam komandası ayrı, Bərdə komandası ayrı, Qaradağ batalyonu ayrı. Hər kəsin ayrı-ayrı idi. Vahid komandalığa quruluq eləyən yox idi. Həm də o qədər də hərbi sursat yox idi. Ki, məsəl üçün, gedib nəsə eləyəsən. Avtomatla heç nə eləyə bilməzsin. Birinci Qarabağ Savaşı ilə İkinci Qarabağ Savaşında fərqi çoxdur. Birinci Qarabağ Savaşında Fərqi nədir? Fərqi ondadır ki, düzdür, qazilərimiz, şəhidlərimiz İgidlərdən söz keçmir. Biraz bundan öncə dediniz ki, yəni o dönəmdə sursatlar azdı, doğrumu? 20% torpağımız işğal olundu. Ancaq yenə də sağ olsunlar qazilərimiz, ya şəhidlərimizə Allah dönə-dönə rəhmət eləsin. Onlar olmasaydı, yenə də 20% yox, bəlkə də çox olardı. Ancaq İkinci Qarabağ Savaşında bunlar böyük torpaq sahibi oldular. İgidlik göstərib torpaqlarımızı geri qaytardılar. Müzəffər Ali Başkomandan İlham Əliyevin komandarlığı altında. Elə bir komanda yaratdı ki, həm şəhidimiz o qədər də çox olmadı, bütün komandarlığı boynuna götürdü və lazımı yerlərimizi lazımı vaxtında alıb öz komandarlığını göstərdi. Ali Başkomandan kimi ona mən böyük təşəkkür edirəm. Çox sağ olun, var olun. Yenə də bugün Ağa Mirzənin öyrətmənləri gəlmiş buraya. O öyrətmənlərin də, onların da sözləri vardı. Öyrətmənləri də biraz bundan öncə çoxlu şeylər anlattılar. Yəni bunda bir igidlik var idi, bunda bir atılğanlıq var idi, bunda bir cəsarət var idi. Yəni o biraz bundan öncə o öyrətməni anlattılar.
Özəlliklə bugün Amirzanın öyrətməni, idman öyrətməni anlatırdı. Deyirdi ki, okulda da elə bu sözləri deyirdi bizə. İdman yapırdı, Qarabağ savaşına gedəcəyəm. Biraz bundan öncə də öyrətməni də anlatdı. Dedi ki, gün var idi, mən onun əlindən yapışdım. Birinci Qarabağ savaşının muzəsini gəzdirdim. Ancaq o indi elə bir yerə gəldilər ki, onlar bizim əlimizdən yapışıblar, bizi gəzdirirlər. Buraya da gəlmişlər, çox sağ olsunlar, var olsunlar. Öyrətmənləri də anlatır. Yəni məncə yalnız bu şəhid atalarından və analarından başqa yerdə də çəkilişlərimiz olduğunda da görür ki, hamısı sözlər bir-birinin üstünə düşür. Yəni bəlkə şəhid ataları və anaları evladlarını o qədər tanımırdılar. Yəni bunlar savaşa gedəndə bambaşqa bir insanlar olur. Yəni siz nə qədər məsəl bəlkə Amirza evdə oturduğunda, o mahnılara qulaq asdığında, mən Qarabağa gedəcəyəm, Qarabağda belə igidlik göstərəcəyəm, qoçaqlıq göstərəcəyəm. Bəlkə bunların da bir vergi verilmişdi. Yəni bunların ürəyinə qoyulmuşdu, beyninə qoyulmuşdu ki, biz bu savaşa gedəcəyik. Siz nə deyirdiniz? Siz nə düşünürdünüz? Onun fikirlərindən belə başa düşürdüm ki, ona əyan olub. Elə bil ki, belə deyirlər ki, kiməsə vergi verilib, deyir belədir filandır bəs məkan. Bu uşaqlar elə bil əyan olmuşdu ki, bu şəhidlərin hamısına gedib vətəni azad edəcəklər, şəhid olacaqlar. Hər hansı bir şəhidi ailəsini dindirirsən, deyir, evladım gedməmişdən qabaq deyirdi ki, mən şəhid olacam. Ya döyüş zamanı deyirdi ki, mənə gözləməyin, şəhid olacam. Bunlara elə bil qabaqcadan əyan olmuşdu ki, bunlar həqiqətən də gedib döyüşəcək, Qarabağ torpağını azad edəcək və şəhid olacaqlar. Şəhid olan igidlərimizin sonra videoları ortaya çıxdı. O videolardan da Ağamirzanın üzərində də videolar var idi, savaş üzərində. Bilirəm ki, onun yoldaşları, silah arkadaşları o videolardan da sizə göndərdi. Baxdığınızda gerçəkdən atalar, analar inana bilmirdi ki, bunlar o savaş alanında gülümsüyürdülər, oxuyurdular, elə bir moralları var idi, elə bir ruhiyyələri var idi, inanılmaz. Yox, videolarına rast gəlməmişəm. Mən şəxsən özüm döyüş bölgələrində olmuşam, axtarmışam postlara qədər. Hər bir posta görüb söhbət eləmişəm, posta dayanan əskərlərlə. Ağamirzə qabaqdadır, deyir, məni arxada işim yoxdur. Ancaq mən qabağa getməliyəm. Kimlə də soruşmuşam, yanımda şahidlər də olub. Yəni ki, deyirlər ki, biri var yalandan deyəsən, bir də var həqiqətən oranı olan əskərlər hamısı deyirdi ki, Ağamirzə qabaqdadır. Yəni komutanın gəlmişdi, demişdi ki, kim savaşa gedir, yəni bəlkə birincilərdən birisi idi ki, əlini qaldırmışdı ki, mən ön planda olmalıyam. Komutanlarından belə bir Elçin adında komandir var idi, o mənə zəng eləmişdi ki, sıraya düzülmüşdü, dedik ki, bəs da müharibə başladı da, kimin nə sözü var desin, da evinə müraciəti varsa desin, müharibədir bu, müharibənin iki başı var, o qala da bilərsən, qalmaya da bilərsən. Deyir, hamı başını salmışdı aşağı hər bir hissədə. Ancaq Ağamirzə deyir, 3 ayın əskəri idi, çıxdı qabağa, deyir, dedi, nə deyanı fikirləşirsiniz, gedəyin şəhidlərimizin qanını alağın. Deyir, mən yatanda da yuxuma gedir, səhər-səhər duranda da ki, burada kapitan da var, mayor da var, bunlar heç biri bir sözü demədi, fikrə getdilər. Ancaq 3 ayın əskəri çıxıb qabağa bu şücaəti göstərməyi mənə heyran elədi ki, bu ürəkdən gəlir buna bu söz. Ürəkdən bu döyüşmək istəyir, şəhidlərimizin qanını almaq istəyir. Doğrudur. Akif Əmoğlun üzərinə bilirəm ki, sizinlə birlikdə idman eləyirdiniz, siz də güləşçi olmuşdunuz. Ağamirza Ataşın dədən adıdır. Ona çünki adını çağırmırdınız, Ataş çağırırdınız. Ataşın özəlliklərindən nələr danışa bilərsiniz? Ataş, necə deyim, sakit bir insan idi, idmana həvəskar idi. Bir sözü deyirsən, onun yerini yetir də, aralıqda gücün görsədən adam döyür də. Həmişə
bir yerdə idman zad eləyəndə deyirdi, sən mənə ola bilər də bundan sonra görməyəsən, amma qəhrəmanlığımdan həmişə danışacaqsan. Mən də deyirdim, uşaqdır da indi danışır. Mən nə bilim fikrində belə ciddiymiş. Yəni bunu hamısı oğluna da danışırdı, dostlarına da danışırdı və özəlliklə atasına, anasına da və özəlliklə də ki, öyrətmənlərinə, müəllimlərinə də anlatmışdı, doğru mu? Bəli, bəli, eləncinadır. Yəni öz taytuşlarından salib seçilən uşaq idi, fərqlənirdi. Necə deyim, bir adam onun haqqında bir inciyə bilməz də. Belənçinə, onun haqqında nə danışsamazdı, vallah. Bir başqa adam idi. Çox sağ olun. Osman, Ataş sənin nəyin olur? Dayım. Dayın olur. Dayın xatırlaya bilirsən də, hə? O nələr deyirdi? Mənim dayım vətənpərvər idi. Mənim dayım vətənpərvər idi. O idmanı çox sevirdi. İdmanla məşğul olurdu. O mənim anama demişdi ki, mən 44 günlük bu müharibədə şəhid olacağam. O demişdi ki, Qarabağda bayrağı mən asacağam. Dayın üzərindən nələr demək istərsən, nələr oxuyacaqsan, nələr söyləyəcəksən? Zəfər haqqında şeir oxuyacağam. Şeir buyur. Dilimdə şəhadət, əlimdə silah, şükür olsun sənə, ey uca Allah. 30 il gözlədik, səbir tükəndi, Ali Baş Komandanın əmrini verdi. Rəbbim, sən yardım et, məhv et düşməni. Mən bu yolda ölsəm, şəhid yaz məni. Sadiq ol vətənə, sarıl bayrağa, müqəddəs döyüşçüm, qalxaq ayağa. İtlərin ayağı bizim torpağa, dəyməsin ya Rabbi, məhv et düşməni. Mən bu yolda ölsəm, şəhid yaz məni. Sonra? Düşman qarşısında... Çox sağ ol. Bu şeir kimin idi sən oxudun? Şeiri atamın telefonundan əzbərləmişdim. Sən əzbərləmişdin. Neçənci sinifdasan? 3-cü. Aha, 3-cü sinifda. Adın nədir? Osman. Osman. Osman, səni çox sevirik. Sən çox belə Azərbaycanımızı, yurdumuzu, torpağımızı sevən bir gizsən, bilirəm. Yəni gerçəkdən öylədir. Yəni bu qəhrəmanlardır, yəni bunların və özəlliklə bu gün okula getdiyinizdə, məktəbə getdiyinizdə öyrətmənləriniz də məsəl bu vətənpərvərlik, vətən uğrunda olan şeyləri sizə əzbərlədirlər, doğrumu? Çox elə yox. Ancaq bu şeyləri siz sanal dünyasında da paylaşırsan da, Instagramda ya belə bir yox. Bilirəm ki, sizə Aynurə kitabları da verəcəklər. Şəhidlərin və Qarabağ üzərində belə onların qəhrəmanlıqları var, igidlikləri vardı. Onları da əzbərləyəcəksən. Çox sağ ol Günam, var ol Günam. Xoş gördük, buyuruz. Ağa Mirzə haqqında çox söz demək olar. Çox vətənpərvər uşaq idi. Çox vətənpərvər uşaq idi. Həmişə gəlirdim bunlara, qaynımın balasıdır. Gəlirdim, gördüm, telefonu qoyurdu ora, baxırdı. Bu Qarabağ tərəfdə də olan şeylərə deyirdi ki, yox, mən gedib vətəni alıb, torpağımızı alıb gələcəm. Həmişə bax, belə sözlərlə, elə bil ki, danışırdı. Onu gedib şəhid olub gələcəm. Biz də deyirdik ki, yox da elə demə. Torpağımız alınsın, sağ-salamat gəlcinə. Bu gedəndə də, elə bil əskər gedəndə gəldik görüş. Yola salmağa dedi. Yox, bibi, mənə bibi deyirdi. Bibi, mən sənlə görüşəcəm də. Belə ağlamağım gəlir nəsə. Belə də elə görüşdü. Allah şüyavand eləsin, sağ gəl, salamat gəl. Bu gedəndən haçan oldu müharibə? Sentyabrın 3 ay sonra. 3 ayın əskəri idi, maşallah, boy uşaq etdi, baxırdım. Boylu buhunlu cahıl, dediklərinə də əməl elədi. Qarab torpaqlarımız alındı, ancaq özü gəlmədi. Yenə şükür, ad qazandı özünə. Şəhid oldu. Belə də nə deyim,
çox söz demək olar, deyə bilmirəm ancaq. Çox sağ olun, var olun. Dəyərli soydaşlarımız, birazdan sonra Ağa Mirzanın öyrətmənləri onun üzərində danışacaq. Yenə də bizdən ayrılmayın, biz ilə qalın, saygılarımı sunarım. Dəyərli soydaşlarımız, dəyərli izləyicilərimiz, bugün ocağın 4-ü 2023 3-cü gündür. Biraz bundan öncə şəhid Ağa Mirzə Ağabəy oğlunun atasının və anasının evinə gəldik. Biraz bundan öncə də atası ilə anası ilə danışdıq. Şəhidimizin üzərinə çox şeyləri anlatdılar. Buna görə ki, hər zaman demişəm, şəhidlərimizin öyküləri gerçəkdən çağdaş tariximizə bir dəstan yazdı və özəlliklə şəhidlərimizin evinə getdiyimizdə və atasının və anaları, ayrıca qonşuları və özəlliklə onların öyrətmənlərindən gerçəkdən sorduğumuzda şəhidlərimizin özəllikləri nədir? O özəllikləri elə sözlər anlatırlar. Gerçəkdən deyə bilərəm ki, yer-yerindən oynayır. Buna görə ki, hər bir şəhidin bir öyküsü var. Onun nisgilləri də boldu, ancaq onlar nə türlü uşaqlıqdan belə bir atılqan, belə bir bahadır olmuşlar. Onları biz öyrətmənlərinin dilindən eşidə bilirik, dostlarının da dillərindən eşidə bilirik. O özəlliyi olan Ağa Mirzə Ağabəy oğlu doğrudur 18 yaşında, yəni düşünün 18 yaşında 2-ci Qarabağ savaşında var gücü ilə savaşan. Yəni bunlar deyə bilərəm, bəlkə biz qazetəçilər, televizyoncular Şanlı Azərbaycan deyirik. O Şanlı Azərbaycanı yalnız biz kağız üzərində yaza bilirik. Ancaq o asıl, o gerçək Şanlı Azərbaycanı, o şəhidlərimiz, onlar qızıl qanları ilə yazırlar. Bunların okulda olduqlarında, yəni məktəbdə olduqlarında belə bir özəlliklər var. Biraz bundan öncə anası anlattı. Dedi ki, oğlum evdə idman yapırdı. Hər zaman dediyimdə Mübariz İbrahimovun onun rəsimlərinə baxırdı. Sonra Azərbaycan mahnılarını dinləyirdi və açıqcasına da öz anasına deyirdi ki, mən Qarabağa gedəcəyəm, mən Qarabağda qəhrəman olacağam, mən Qarabağda şəhid olacağam. Bunu özəlliklə yalnız Ağa Mirzə demirdi. Azərbaycan çapında bütün şəhidlərimizin və qazilərimizin hər yerə getdiyimizdə bütün şəhidlərimizin ataları və anaları hər kəs söylüyor. Onlar deyirlər ki, şəhidlər belə bir bunların ruhiyyələri var idi. Çünki bunların o qədər bir yüksək moralları var idi, yüksək bir inamları var idi ki, onlar gözlərini qıpmadan torpağı, yurdu və Azərbaycanı seçdilər. Ağa Mirzənin öyrətməni Sayın Ümid Əmrahov. Onun dilindən eşidəcəyik. Mən bu sorunu verəcəyəm. Ağa Mirzənin özəllikləri nə idi? Xoş gördük sizi, buyuruz. Abi, şəhidlik Allah dərgahında, Peyğəmbər hədislərində ən uca mərtəbədə dayanır məqamda. Ən uca məqamlarda dayanır. Müqəddəs Quran ayələrində də bu ülvi sözün, bu kamil sözün mahiyyətini aça biləcək bir kəlam var. Vətəni sevmək imandandır. Doğrudur. Hubbul vətən minəl iman. Bəli. İmanı olmadan torpaq sevmək olmaz. Doğrudur. Şəhidlik zirvəsinə çatmaq mümkün deyil. Bax, mənim bu imanlı vətəni, torpağı müqəddəscəsinə sevən mənim şagirdlərimdən biri Ağa Mirzədir. Ağa Mirzə Ağabəyoğlu. Ağabəyoğludur, bəli. 3 il ona mən coğrafiya dərsini tədris etmişəm. Həqiqətən anadan gəlmə bu uşaq vətənpərvər doğulmuşdu. Səmimi sözündür. Bu uşaq çox sakit, ədəbli, ərkanlı, əxlaqlı, tərbiyəli. Və özəlliklə də bir iri yapılı idi, doğru? Bəli, bəli. Abi bu dediklərim
çox müqəddəs sözlərdir ha. Doğru. Yəni bu kimdə varsa, bundan nəsə gözləmək olar. Sakit insan yatmış bir vulkandır. Nə vaxtsa püskürəcək. Orta səviyyəli təhsilini başa vurmaq çalışan bir şagirddir. Mən indi fikirləşirəm ki, orta təhsil, yəni zəif də deyildi, çox da yüksək deyildi. Ortada özünə boşluq buraxırmış ki, vaxt və zaman qazansın. 10 ildən, 15 ildən, 7 ildən sonra bir tarix yazsın. Bizim yaza biləcək, bizim yaza bilmədiyimiz Azərbaycan tarixini yazsın. Bizim dövrümüzdə bizim torpaqların 20% torpaq altında idi. O torpaqları qorumaq, o torpaqları o erməni işğalçılardan azad etmək bu gənclərin üzərindəymiş sən demə. Onlar ona görə susurmuşlar. Onlar ona görə fikirləşmişlər ki, tarix yazılmışlar özləri üçün. Nəzəriyyəni bilir və praktikada tətbiq etmək üçün. Abi, çox başqa, yəni nə mənada qürur hissi duyuram ki, belə bir şagirdim olub. Doğrudur. Biraz bundan öncə bu çay masasında bir gözəl bir konuya toxundunuz. Dediniz ki, gün var idi. Mən Ağa Mirzanın əlindən yapışdım. 1-ci Qarabağ şəhidinin muzesini onu gəzdirdim. Ancaq bu gün də onlar bizim əlimizdən yapışmış. O şəhidlərin muzesini gəzdirirlər. Yəni belə bir söz dediniz. Onlar təxminən 14, 15, 16 yaşlarında biz onları məktəbimizdə yaradılmış şəhid muzeyi var. 1-ci Qarabağ Savaşı. Bəli, 1-ci Qarabağ Savaşına aid. Biz həmin şagirdləri o muzeylərə aparardıq. O 1-ci Qarabağ şəhidlərini tanıdardıq bunlara. Filan bax bu filan kəsdir, bu filan kəsdir, bu filan kəsdir. Bax bunlar bizim Azərbaycan torpaqlarımızın uğrunda şəhid olmuşlardı. İndi Ağa Mirzə mənim əlimdən tutub məni gəzdirir. Nəinki Qızıldaş şəhidlərini, Şanqar şəhidlərini, bütün Qarabağ uğrunda şəhid olanların şəhidliyini mənə göstərir, tarix göstərir mənə, tarix yazdırır bu günlərə. Ağa Mirzə mənə. Necə fəxr etməyim, necə sevinməyim, sevinc yerimdir, qürur yerimdir. 2-ci Qarabağ Savaşının cəsur döyüşçüsü və özəlliklə deyə bilərəm ki, özəl döyüşçü idi, bir axıncı idi, yəni bir kəşfiyyatçısı idi. Yəni siz onu uşaqlıqdan da tanıyırdınız. Ağa Mirzə sizə nələri öyrətdi? Yəni bəlkə o dönəmdə, o kiçik yaşda sizin o məktəbdə oturmuş, okulda oturmuş, sizin öyrənciniz idi. Siz bəlkə insanların aklına gələ bilməzdi ki, bəlkə bir gün o öyrəncilər büyüsün, yesinlər 2-ci Qarabağ Savaşında böyük bir zəfər qılsınlar, böyük bir başarı və böyük bir utku sağlasınlar. Bunu nə türlü beyninizə gətirə bilirdiniz? Birdən gördünüz ki, 2-ci Qarabağ Savaşı baş verdi, sizin də öyrəncilərinizlə o savaşa qatıldı. Yəni bunu da göz ardı etməyəlim. Nə türlü ki, bir şəhidin atası, anası var, bilirəm ki, öyrətmənlərin moralını da gerçəkdən onlar da belə düşünür ki, çünki əgər bir dəyərli bir öyrətmən vardır, o öyrəncilər də onun belə balasıdır, oğludur. Siz belə hangi duyguları yaşadınız? Sizi nə türlü bir etkilədi? Onları bir anlatar mısınız? Olar. Millət öz azadlığı uğrunda, öz müstəqilliyi uğrunda qurban verdiyi şəhidləri ilə fəxr edir. Millət o zaman bütövləşir. Millət o zaman aktivləşir. Millət o zaman millətlər içərisində imzasını qoymaq və qoyur bu imzanı da. Azadlığını əldə edəndən sonra, müstəqilliyini əldə edəndən sonra. Və vətən belə oğullara, belə igidlərə oğul deyir. Biraz bundan öncə Məmməd Arazın da şeirini dediniz. Buyuruz onu. Vətən mənə oğul desən nə dərdim? Qayasında, mamur olub qayasında bitərdim. Bu məqamı bayraq edib, ölümsüzlüyə qovşanlara, ölümün gözünə dik baxanlara vətən oğul deyir. Bugün Ağa Mirzə mənim oğlum, onun oğlu, millətin oğludur. Yəni bir şəhidin anası da deyirdi ki, bu şəhidlər evdən gedəndə evimizin oğulları idi, ev oğluydu. Ancaq onlar şəhid olub gələndə el oğlu var. Bir atasözü vardı, deyir ki,
Adam var ev oğlu da, adam var el oğlu. El oğludur. Gerçəkdən də el Bəli. oğludular. Bunlar öz çıxarları üçün getmədilər. Bunlar milli çıxarları üçün, bunlar Azərbaycan üçün, bunlar Azərbaycanın tapdalanmış torpaqları üçün, Azərbaycanın varlığı üçün, şanı üçün, şərəfi üçün gerçəkdən gözlərini qıpmadan qanlarını ovucularına qoydular və qızıl qanları ilə Azərbaycan yazdılar. Bəli. Şəhidin ünvanı olmur. Adı şəhid, Doğru. ünvanı torpaq. Adı şəhid, ünvanı torpaq. Azərbaycanın torpaqları uğrunda şəhid verən Allah Taala bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Oğul itirən analara, atalara Allah dözüm versin. Allah dəyanət versin. Vətən sağ olsun. Bayrağımız var olsun. Çox sağ olun, var olun. Yenə də Ağa Mirzə üzərində, onun özəlliklərindən yenə də biz onu bilirəm ki, hər bir şəhidin onun bir özəl bir yaşamı var. Onların öyküləri var. Onların öyküləri bir araya toplaşdığında gerçəkdən çağdaş tariximizə böyük bir dəstan yazdılar. Sizcə dəstan nə demək? Bu 2-ci Qarabağ savaşı bir dəstandır. Bir anlatar mısınız? Azərbaycan tarixində ümumiyyətlə belə müharibələr tarixində belə bir vaxt və zaman olmayıb. Azərbaycan əskəri təsəvvür edin, zamana və vaxta baxmadan, mən inanmıram zamana vaxtı kimsə yazıb, kimsə bölüb. Belə bir məfhum mən ümumiyyətlə qəbul eləmirəm, yoxdur. Bunu kim böldü zamana vaxta? Amma Azərbaycan əskəri bu zamanın, bu vaxtın içində heç kəsin yaza bilmədiyi, qaranlıq dünyamızı ağ dünyaya çıxardan bir tarix yazdı. Mən bundan necə fəxr etməyim? Mən necə sevinməyim? Mən necə sevinməyim ki, bu cür oğlanlarımız var, bu cür məktəbimizi bitirən qəhrəmanlar var. Bugün biz onlarla fəxr edirik. Bugün biz kiçik yaşlı uşaqları, bax, bu şəhidlərin ətrafına yığırıq. Onları tanıdırıq. Onlara biz demirik, onlara biz yetişdiririk, vətənpərvər edirik. Biz deyirik ki, onlar bu məktəbdə yetişdilər. Onlar hər kəsdən bir kəlmə yığdı. Onlar hər müəllimdən, hər öyrətməndən bir söz yığdı. Onlar bizdən qabaqçı o muzeydəki şəhidlərdən dərs aldılar. Abi, maşının ön hissəsinə güzgü qoyarlar da. Doğru. Ön hissəsinə. Nədir o? O ön hissəyə qoyulan güzgü arxanı görmək üçündür, düzdür? Doğrudur. Arxanı görməliyəm ki, irəli gedə bilim də. Düzdürmü? Səhv etməyim də. Bu şəhidlər, bu oğullar arxanı görə-görə irəli getdilər. Bax, tarix yazmaq bu idi. Doğrudur. Çox sağ olun, var olun. Dəyərli soydaşlarımız, bugün şəhid Ağa Mirzə Ağabəy oğlunun deyə bilməm ki, şəhidlərin burası evdir. Yəni bunlar gerçəkdən bir ocaq qurdular və onun ocağının işığına biz yığışmışıq. Yəni hər gün belə bizim yaşamımız bəlkə 2 ilin üzərində də çox sağ olsun, var olsun. Dəyərli soydaşımız, qazetəçimiz Aynurə xanım da bizimlə bugün eşlik etdilər. Bu şəhidimizin atasının, anasının evinə gəldi. Buna görə ki, şəhidlərin onların biz bahadırlıqlarını, onların yılmazlıqlarını, onların qorxmazlıqlarını unutmayacağıq. Buna görə gələcək nəslimiz, o uşağımız bilməlidir ki, bir gün var idi, o Qarabağ torpaqları tapdaq altındaydı. 1-ci Qarabağ savaşından bəlkə deyə bilərəm ki, Ağa Mirzə 10 il sonra dünyaya gəlir. 10 il dünyaya gələndən sonra bəlkə kimsə bilməzdi ki, 2-ci Qarabağ savaşından sonra 10 ildən sonra o gələn o uşaqlar böyüyəcəklər, gedib bir dəstan yazarlar. Və özəlliklə göz ardı etməyəlim ki, Ağa Mirzə Ağabəy oğlunun və atası da 1-ci Qarabağ savaşında döyüşçü olmuş. Biraz bundan öncə də atası anlattı və özəlliklə Ağa Mirzənin idman öyrətməni Sayın Fərid Tağıyev. Xoş gördük sizi. Ağa Mirzənin özəllikləri nə idi? Biraz bundan öncə Sayın Ümid bəy anlattı. Siz də idman öyrətməni oldunuz.
Bilirəm ki, onun qoçaqlığından, onun atılğanlığından, onun cəsurluğundan, onun belə nə türlü qorxmaz olduğundan və özəlliklə bir 18 yaşında, bəlkə biraz bundan öncə anası göstərirdi rəsimlərini, 15 yaşına gəlmişdi. Yəni 15 yaşında bir insan, yəni ərgən bir dönəmidir, yəni bir iri yapılı olduğu, yəni bunların bir qanında var da, bir türkçədə bir söz vardı, deyir ki, bunun qanında vardır. Siz nələr görürdünüz o dönəmdə? Çox sağ olun. Sağ olun. Biz minnətdarlıq bildiririk ki, sizə gəlmisiniz bugün bizim şəhidlərimizi bu qəsəbədə, bu kəndlərdə tapırsınız, onları işıqlandırırsınız. Hər kəsə təşəkkür edirəm, minnətdarlığımızı bildiririk. Ağa Mirzə haqqında nə deyə bilərik? Çox şey deyə bilərik. Ağa Mirzə Bilirəm, çox şey deyə biləcəksiniz. Ancaq onun öykülərindən, onun yaşamından, hər şeydən, hər yerdən başlasanız, bilirəm ki, gözəl bir övgülər yağdıracaqsınız. Buyurun. bizim liseydə tədris aldı. 3 il ona dərs dedim, idman dərsini dedim. Çox pəhlivan cüssəli, mərd oğlan idi. Tələbə yoldaşlarından seçilirdi, hamıdan seçilirdi o. Çox, bütün verilən tapşırıqları vaxtında dəqiq icra elirdi, yerinə yetirirdi. Bütün onun qarşısında olan normativləri nə verirdi, idmana aid olan nə var idisə, hamısını tez, çevik, cəld yerinə yetirən bir adam idi. Qrupda aldığı təhsildə o qrup yoldaşlarına, hamısına, sən necə deyim, dəstək olurdu. Əl tuturdu hamıya, köməklik elirdi, əl tuturdu. Yəni, zəif uşaqları qarşısına yığırdı. Çox mərd oğlan idi, çox. Dedikcə, biraz kövrələm mən onun haqqında danışıram. Doğrudur, ancaq onun öykülərindən nə türlü, biraz bundan öncə anlattınız ki, heç zaman zayıfı əzdirmirdi. Onun arxasında dururdu, ona dayaq dururdu, yəni onun qanında var idi və özəlliklə də ki, rəsimlərindən ki, ortaya çıxdı. Ancaq güclü idi, iri yapılı idi, ancaq başqalarına baskı uygulamırdı. Yəni, hər zaman zəifin yanında duran bir özəlliyi var idi. Zəiflərin yanında olurdu. Zəiflərin yanında olurdu. Dediyim kimi, hamıya kömək eləyirdi. İstər müəllimlərinə, istər tələbə yoldaşlarına, hamıya əl tuturdu, kömək eləyirdi. Qəsəbədə həmçini burada qonşulara, dostlara, hamısına əl tuturdu, kömək eləyirdi. Yəni, dedikcə qutarmır bu ağa haqqında danışanda, valla. Qrupda biraz bundan öncə dediniz ki, kəndirdən asılma belə bir, onu bir anlatar mısınız? Ona gətirirəm. Kəndirə verirdim, dırmaşırdılar kəndirə onlar, həm də turnikdə dartınırdılar. Hamı 10 dəfə çəkinirdisə, ağa 35-30 dəfə çəkinirdi. Hələ hətta gülərək zarafat edirdim o ilə ki, deyirdim ki, Ağa Mirzə, sən bütün qrupun yerinə, bütün normativləri yerinə yetirirsən həmişə. Yəni, valla danışıram, biraz qəhərlənirəm ona görə. Sağ olsun valideynlər, belə övladlar yetişidir. Vətənimiz üçün, torpağımız üçün. Yəni, gerçəkdən sizlər də sağ olun. Ancaq bir gün var idi ki, Ağa Mirzə sizin öyrəncinizdir. Sizin kafanıza gələrdimi? Yəni, 2-ci Qarabağ Savaşında sizin okulunuzda, məktəbinizdə oturan və orada idman yapan bir öyrənci geçsin, 2-ci Qarabağ Savaşında bir cəsur döyüşçüsü olsun. Yəni, bəlkə siz nə türlü baxa bilirdiniz bu konuya? Bu hər dəfə bayaq şəhidimizin anası da buyurdu. O bizim şəhid mübarizi örnək tuturdu özünə həmişə. Mübariz İbrahimova örnək tuturdu və həmişə deyirdi, müharibə olsa biz gedəcəyik və biz qalib gələcəyik. Və onlar elə də etdilər, qalib gəldilər. Allah şəhidlərimizə rəhmət eləsin. Valideynlər qarşısında baş əyirəm hər birinin, bütün şəhidlərimizin. Bir şey də demək istəyirəm buradan. Bizim liseyimizin direktoru müharibə başlayarkən, o da bu 44 günlük müharibədə iştirak etdi, Elgün müəllim. Qələmini yerə qoydu və o da
bu döyüşlərdə iştirak etdi. Əlinə silah aldı Ağa Mirzə kimi. O da bu döyüşlərdə iştirak etdi. O da gələcəkdi bura, gələ bilmədi. Biraz işlərlə bağlı dedi bayaq bizə. Biz fəxr edirik. Mən bir fəxr edirəm müəllim kimi və bayaq məndən öncə Ümid müəllim mənə də dərs deyib burada. Orta məktəbdə mənim coğrafiya müəllimim olub. İndi hal-hazırda biz Ümid müəllimlə bir yerdə çiyin-çiyinə işləyirik. Mən idman müəllimiyəm, Ümid müəllim də coğrafiya müəllimi. Yəni fəxr eləyirik bizim belə tələbələrimiz olub. Bizim qəsəbəmizin belə uşaqları olub. Fəxr edirik. Sizə də təşəkkürümüzü bildiririk ki, gəlib bizim bax bu qəsəbədə, bu kətdə tapıb işıqlandırırsınız bizim şəhidlərimizi. Çox sağ olun, var olun. Bu bizim borcumuzdur. Yalnız biz bugün gəlməmişik. Yalnız savaş başlayandan 2 il üzərindədir ki, Azərbaycanı qarış-qarış gəzirik. Buna görə ki, bütün ucqar köylərə də, kətlərə də getmişik. Ona görə ki, bu bizim borcumuzdur. Hər kəs belə bizdən soranda ki, niyə gecəsini, gündüzünüzü bu işə verirsiniz, yəni yorulmursunuz? Mən bir sözüm vardı, mən deyirəm ki, mən bir qazının və bir şəhidin yerə daman bir damla qanı qədər mən bir iş görməmişəm. Bəlkə gedib bir yorulursan, ondan sonra bir yerlərə gedirsən, insan zamanını qoyur. Ancaq bu torpaq üçün onlar qanlarını, canlarını veriblər. Yəni nə qədər də iş görsək, yəni bunu da deyə bilərəm ki, bəlkə bayağı bir insanların önündə, orada durduğunda bizim işimiz böyükdür. O qazetəçilərin gəlib bir. Amma şəhidlərin və qazilərin yanında onların bir damla qanı qədər bir iş görə bilməmişik. Əgər bir iş görə bilsək də nə mutlu bizə. Yəni doğrudur. Gerçəkdən şəhid Ağa Mirzənin üzərində öyrətmənlərindən eşitdik. Biraz bundan öncə də şəhidimizin atası ilə və anası ilə danışırdıq. Yenə də bunu deyə bilərəm ki, mən hər zaman sözüm budur ki, deyə bilmirəm ki, şəhidlərin anasının, atasının başı sağ olsun. Deyirəm ki, başınız ucu olsun. Buna görə ki, alnımızda olan qara ləkəni o şəhidlərimiz gedib onlar qızıl qanları ilə təmizlədilər. Buyurun, söz sizdədir. Bugün şəhidimizin öyrətmənləri gəlmiş Ağa Mirzənin. Buyurun. Çox sağ olun. Allah hamısından razı olsunlar ki, mənim balamı bizi yad elədilər. Hamınız gəldiniz. Xoş gəlmisiniz hamı. Mən balam haqqında çox danışa bilərəm. Mənim balam vətənpərvər bala idi. Mən onun haqqında çox danışa bilərəm. Doğrudur. Öyrətmənlərinin üzərində, yəni öyrətmənləri gerçəkdən çox gözəl. Nə türlü ki, siz onun üzərində bir əməyiniz vardır. Yəni onu bilirəm ki, öyrətmənlərin də bu uşaqlarımızın üzərində və öğrencilərin üzərində də böyük bir əməkləri vardır. Yəni gündə 8 saat, yəni nə demək? Yəni bir okulda bütün uşaqların üzərində onlar yəni vaxtını, zamanını qoyurlar, onlara eğitim verirlər. Yəni onu bilirəm ki, sizcə də üzgün olmasalar, onu bilirəm ki, bizlərdən çox üzgündülər. Çünki onlar hər zaman bu Ağa Mirzə gibi öğrencilər hər zaman onların gözünün önündədir və özəlliklə bilirəm ki, bütün xatıralar hər zaman Ağa Mirzənin o uşaqlıq xatirəsi Ümid bəyin gözünün önündə bulunur. Sonra Fərid bəyin gözünün önündə bulunur. Onlar çox onu bilirəm, göz önündə onu canlandıra bilirlər ki, bəlkə bu sorunu da verdim ki, bir gün məsələn belə insanın kafasına gələ bilərdi ki, Ağa Mirzə böyüsün, geçsin 2-ci Qarabağ savaşında. Onlar da şaşkınlıq içərisindədir. Buyuruz. Nə deyim, nə danışım, nə bilim. Oldu. Bir onu bilirəm ki, balam vətənpərvər bala idi. Əskər getməmişdən öncə də elə mübariz kimi gedib şəhid olub gələcəm deyirdi. Torpaqlarımızı alacam deyirdi.
Azərbaycan bayrağını çox sevirdi. Azərbaycan bayrağını Qarabağdan asacaq mahnısı ilə o hər gün yaşayırdı, qulaq asırdı. Paris kimi şəhid olub gələcəm. Bir gün mən dedim ki, ay bala, sən o sözü deyirsən, o sözü elə demədə, bəs sən arxada qalan atın, onu. Dedi, vətən atadan. Düzdür, yəni siz bir anaydınız, o deyəndə mən Qarabağ savaşı ilə gedəcəyəm, orada şəhid olacağam, amma o sözləri ilə sizi yaralayırdı. Sizin də zorunuza gedirdi. Çünki heç bir ana ürəyindən gəlməz ki, məsələn, oğlu desin ki, mən şəhid olacağam. Yəni doğrudur. Yəni hər türlü olandan sonra ana ürəyi belə çox kövrəkdir. Amma o sizi yaralayırdı demə. İstər yola düşüncən elə bütün yoldaşlarına, hər bir dostuna elə dedi ki, mən gedib əskəri torpaqlarımız uğrunda şəhid olacam, torpağımızı alacam. Mən gedəndən sonra müharibə başlayacaq, mən şəhid olacam, torpaqlarımızı alacam. Belə söhbətlər eləyirdi hər an. Həmin o hərəkətləri də elə indi mənim ürəyimdədir. Mən gecə-gündüz həmin onun söhbətlərini düşünürəm ancaq. Biləm, biz indi nə eləyə bilərik ki? Bir də onu bilirəm ki, İndi sözüm indi bəlkə də pis gələr. Hamıya deyərlər ki, bu necə anadır o sözü deyir. Ancaq mən onu dərk eləyirəm ki, vətən, oğul böyüyür vətən üçün. Oğul böyüyür xalqımız, vətənimiz, torpaqlarımız düşmən ayağı altında, tapdaq altında qalanda o igid oğullarımız o torpağı qorumalıdırlar, o torpağı almalıdırlar. Müharibəmizdə, vətənimizdə şəhidsiz olmur. İndi o günün də biri bizim qismət oldu, bizim balamız oldu. Mən də yenə analar kimi deyirəm, mən də balam ölməyib, sağdır, şəhidlər sağdır. Mən də qoy deyim belə, balamla fəxr eləyirəm. Balam torpaqlarımızı aldı. Başımız o cələ. Çox sağ olun, var olun. Aynurə, sizə bir yaxınlaşıb. Çox sağ olun, var olun. Sizi də bugün buraya gəldik, şəhidimizin atasının, anasının evinə. Buyurun, oturun. Buyurun. Şəhidlər haqqında çox şey demək olar. Mən şəhidlər 44 gün müharibəndə, yəni şəhadət günündə çox şəhidlərin, ailələrin yanında oldum. Yəni qəbirlərini ziyarət etdim, onların çilələrin, yanğınların hamısını qəlbimdə ovutdum və tarixdə tarix yazdı, yaddaşlarda yazdı. İstərdim ki, yəni mən bir şair olaraq da bir şeiri oxuyum. Olarmı ayaq üstə durum oxuyum? Buyuruz. Buyuruz. Görməmişəm Qarabağı, sədasını eşitmişəm. Qəlbimdən sevib o torpağı ürəyimdə isitmişəm. Bu torpaq hər qarışı hamımıza doğma əziz, vətən üzük, şuşaq qaşı, coşaq adı gələndə biz. Bu xalq düşmənin üzərində əsrlərdə zəfər çalmış, çox dahilər əsərində igidlərin adı qalmış. Şimal, dinsiz, cənub yağı, yaxın qonşu oldu xain, talih etdi Qarabağı, şəhidimizin min oldu. Lakin basılmadı vətən, xəncərdən qın olmadı, həmişə fəxr edəcəyəm mən, bizlərdə satqın olmadı. Düşmən pərən-pərən oldu, ordumuz qələbə çaldı, tutduğumuz bu doğru yoldur, bu zəfər tarixində qaldı. Aynurəyəm, şəhidlərin ruhuna rəhmət diləyirəm, qazilərin, igidlərin qarşısında baş əyirəm, baş əyirəm. Çox sağ olun, var olun. Dəyərli soydaşlarımız, bugün şəhid Ağam Mirzənin atasının, anasının evinə gəldik. Nə qədər də şəhidlərimizin üzərində biz anlasaq, yenə də az gətirmişik. Buna görə ki, şəhidlərin o qədər qoçaqlıqları, o qədər onların bahadırlıqları, o qədər onların yılmazlıqları vardır ki, nə qədər onların öykülərini anlasaq, deyə bilərəm ki, nə kitaba sığar, nə qələmə sığar, nə dəftərə sığar. Çox sağ olsun, var olsun. Dəyərli soydaşlarımız və özəlliklə qazetəçilərimiz, yazarlarımız, şairlərimiz, bu üzərə araşdırmacılarımız 2-ci Qarabağ savaşından sonra bilirəm, bunlar bizim əməkdaşlarımızdır, hər yerə getdiyimizdə. Bilirəm ki, hər bir şairimiz bu günlərdə Qarabağ savaşından sonra bütün qələmlərini
2-ci Qarabağ savaşının döyüşçülərinə o yönləndirmişlər. Ona görə ki, gecələrini gündüzlərinə vermişlər və özəlliklə də yeri gəlmiş dəyərli millətimiz, dəyərli soydaşımız, dildaşlarımız, soydaşlarımız, onlar da sağ olsun, bütün şəhidlərimizin anın günündə və onların doğum günlərində və onların il dönümündə bütün şəhidlərimizin yanlarındadır. Məzarlıqlara getdiyimizdə və özəlliklə də buradan öyrətmənlər baxıram görürəm ki, kiçik yaşda olan uşaqları o məzarlığa gətirirlər, şəhidlərin məzarlarının üzərinə çiçək qoyurlar. Öyrətmənlərin birindən soruşdum ki, dedi ki, mən bunları 6 yaşından, 7 yaşından, bəlkə 8 yaşından yetişdirirəm. Buna görə ki, yalnız onlar okulda, məktəbdə oturub öğrenci olmaqları yetməz. Onlar bir döyüşçü də olmalıdır. Gerçəkdən də eylədir ki, onlar döyüş paltarında o məzarlığa gəlir. Gerçəkdən bu bir moral vericidir. Buna görə ki, belə olmalı. 1-ci Qarabağ savaşında acılarımız böyüdü, nisgillər böyüdü ki, düşman nə türlü Azərbaycanın sırtını yerə gətirmişdi. Ancaq o qan yerdə qalmadı. O 2-ci Qarabağ savaşında o aslanlı, o ər ürəkli, o qut biləhli, o igidlərimiz, o çerilərimiz, o aslanlarımız, o döyüşçülərimiz getdilər düşmanın önündə. Eylə bir halay çəkdilər, düşmanın sırtını yerə gətirdilər. Değerli soydaşlarımız, bugün Şəhid Mirzə Ağabəy oğlunun, biz bugün Şanqardayıq. Şanqar dediyimizdə Qarabağ bölgəsində bir kətdir və bu kətdə də igidlər, 2-ci Qarabağ savaşı ortaya çıxanda o igidlər evlərində oturmadılar. Daha yerlərində dura bilmədilər. Buna görə ki, 1-ci Qarabağ savaşının acılarını və nisgillərini içərilərinə sindirə bilmədilər, o savaşa getdilər. Sonunda eylə bir zəfər qıldılar, eylə bir utku sağladılar. Gerçəkdən dillərdən dillərə dolaşmaqdadır, bir dəstan yazdılar. Saygılarımı, sevgilərimi sunarım. ANTV aparıcısı Elyaz Yekənli. Əsən qalın.